Hamza salam, kanalıma yenidən xoş gəlmisiniz. Bugün də yeni bir video ilə qarşınızdayım. Artıq yeni ilə az qalıb, onun üçün də sizə demək istəyirəm ki, yeniniz mübarək. Kim bu videoya hansı diləklərlə, arzularla baxırsa, ümid edirəm ki, hər kəs çox tez zamanda bu il bütün arzularına çatar. Mənə gələn çox saylı istəkləri nəzərə alaraq bunu anladım ki, imtahanlar haqqında biraz video çəkməyimi istədiniz. İmtahan zamanı etdiyin 3 səhv belə bir video çəkmək qərarına gəldim, ona görə də başlayaq, vaxtı itirmədən. Əgər kanalıma abunəsizsə artıq çox gözəl, şərhlərdə fikirlərinizi bildirin və videonu layiklamağı unutmayın. Abunə deyilsinizsə də abunə olun, xoş gəldiniz və aramıza xoş gəldiniz. İmtahan deyəndə bir ağırlıq ümumiyyətlə gəlir, yəni imtahan. İmtahan sözünün adı belə ağırdır sanki, imtahan. Adının özü belə bizə ağırlıq verir, amma verilməlidir. Amma sizə burada qayıdıb boş-boş deməyəcəm ki, həyəcanlanmayın, özünüz belə rahat olun, relax olun, həyəcanlanası bir şey yoxdur. Bunu məncə desəm siz də əsəbləşərsiniz. Mən də bilirəm ki, boş danışıram. Çünki istər-istəməz imtahanda insan həyəcanlanır. Ona görə də çalışdığım qədər sizə lazım məsləhətlər verəcəm. İmtahanda etdiyim birinci səhv nədir? Çətin suallara ilişib qalmağa. Çalışdığınız qədərilə çətin suala ilişib qalmayın. Ümumiyyətlə mənim məsləhətim budur ki, bu əslində insanlar sonra dəyişir. Ona görə tam olaraq hamıya aid eləyə bilməyəcəm. Mənim məsləhətim budur ki, məsələn deyək ki, hansısa sual çox çətindir. Çox adam nə edir? Deyir ki, mən bu sualın cavabını bu dəqiqə oturub tapmalıyam. Axı vaxt gedir. Axı sən o çətin suala ayırdığın vaxt ki, sonda bilinmir, bəlkə də onun cavabını tapacaqsan ya tapmayacaqsan, onun əvəzinə ən azından bal yığmaq üçün asan və konkret bildiyin şeyləri işləyib yaza bilərdin. Çətin suala ilişdik, qaldıq, olan vaxtımız da getdi. Sonra baxırıq ki, məsələn imtahandan çıxdı, çatdıra bilmədi qalanlarını. O çatdıra bilmədiklərini çox asanlıqla yaza bilərmiş. Bu da nədir? Vaxt itkisi və ən əsası bal itkisi. Onun üçün də deyirəm ki, əsas məqsədiniz olsun ki, bir sualı əgər tapa bilmirsinizsə cavabını, ona ilişib qalmayın. Keçin o bir sualı, o birilərini yaz, sonra təzədən vaxtın gəlsə ona qayıdarsan. Elə adam tanıyıram ki, direkşin oturur ki, yox, bu sualın cavabını mən bilirəm, axı niyə tapmıram? Vaxt gedir. Vaxt. Nə edirsiniz? Birinci, hansısa sualsa çətin gəlsə onu atırıq qırağa, keçirik asandan. Elə axırda zaten vaxtın qalacaq, o çətinə baxacaqsan, həm də beyin açılacaq. İndi bir də gərginlikdən yazılamırsan. Düşünsən ki, ayda bunu yazamıram. Beynin işləmir və fikirləşsən ki, bundan sonraki suallarım da qalıb da, nə qədər sual qalıb, mənim vaxtım gedir. Həyəcandan belə sən yaza bilmirsən. Sən get o asanları yaz, gəl. Sonra həyəcanın da azalacaq, artıq bitirmişəm işimi, sadəcə bunlar qalıb. Onu daha açıq beyinlə düşünə biləcəksən və bəlkə çox asanlıqla cavabı tapacaqsan. İkincisi nədir? İkincisi odur ki, mənim fikrimcə növbəti səhv nədir? İkinci səhv odur ki, çoxu sualı işlədikcə onu cavab kartına köçürdür. Deyək ki, məsəl üçün birinci sual tapdın ki, B variantı, B-ni kurguladın, gedir cavab kartına tez tapır, biri qaralayır. Sonra gəl ikinci sual, ikinci sualın cavabı tapdı, keçir 2-yə. Sonra 3 tapa bilmirsə, məsələn 3 qaldı, o tərəfdə 3 getdi, keçir 4-ə, çalışır 4-ün cavabını təzədən 3-ə yazır. Halbuki 3-ün cavabı tapmamışdı. Deməyim odur ki, mənim fikrimcə sonda cavab kartına köçürmək daha gözəldir. Yaxşı, çox belə tez köçürmək istəyirsənsə, ən azından fən köçür. Yəni deyək ki, məsələn birinci fənni qurtardın, indi onun suallarının cavablarını köçür cavab kartına. Sonra keç ikinci fənni işlə, ikinci fənnin sualının cavablarını cavab kartına köçür. Bir amma sualı işlədikcə sən cavab kartına köçürməyin heç də məqsədə uyğun deyil, produktiv deyil, yaxşı deyil. Həm də vaxt itkisi deməklə gəl, vaxt aparır, həyəcanı artırır. Üçüncü məsləhətim nədən ibarətdir? Həyəcanlanmaya bənzəyir, amma həyəcanlanma deməyəcəm, çünki həyəcanlanacaq insan biraz, yəni insanlıq, hamımız həyəcanlanarıq, içərisinə qarışıq. Digər insanlara baxıb gərginləşməm. Bu nə deməkdir? Çünki çox insanın psixologiyasında, çox şagirdin, çox abituriyentin psixologiyasında, bunun içində mən də daxil edim. Və bunu mənim vaxtında çox gözəl bir müəlliməm demişdi, sağ olsun yəni həqiqətən. Onu deyəndən sonra mən bunu anladım ki, bu əslində yəni hamıda olan bir mental bəlkə də problemdir. Bundan sonra mən bunu çoxuna deyirəm və onlar həqiqətən bunlar rahatlıq tapırlar. Nədir? Biz imtahanda olan zaman hansı ki artıq oturmuşuq və ya bizə paylanıb, belə bir his var. Bütün insanlarda varmış o his, bütün abituriyentlərdə hamıya gələn bir his varmış kimi ki, məsələn yazırsan və düşünürsən ki, mən yaza bilmirəm bunu, sualı düşünürsən və sənə birdən-birə gəlir ki, bütün otaq hansı ki sinifdə oturmusan, hamı nəsə yazır, hamı bacarır, bir dənə sən bacarmırsan. Yəni düşünürsən ki, hamı yazır, hamı doldurur, hamı nəsə yazmaz elə. Hətta sizə elə gəlir ki, yəni biri vərəqi çevirir, biri ruçka ilə belə eləyir, biri karandaşla belə, hamı işləyir də, yəni hamı bilir, bir dənə sən qalmısan. Belə şey yoxdur. Amma bu çox yayılmış bir hissdir. Çoxu bunu hiss eləyir. Yəni çox belə insanın, çox abituriyentin, çox şagirdin, bütün adlar dedim, hamının çox belə hiss elədiyi bir şeydir ki, sanki sənə elə gəlir ki, hamı hər şeyi bilir, bir sən qalmısan. Elə bir şey yoxdur. Bir düşün ki, yəni o düşündüyün insan var ki, ya, buna bax, məsələn, kimsə oturub öndə və ya da sağda, solda, fikirləş ki, o insan özü də düşünür ki, ayda buna bax, mən heç nə bilmirəm, amma deyəsən bu hər şeyi bilir. Halbuki hamı eyni vəziyyətdədir, hamı eyni həyəcandadır, hamı eyni dərəcədədir. Hamı oxuyub, hamı məqsədi bal yığmaqdır və eyni zamanda hamı ilk dəfə yaşayıb bu hissləri. Onun üçün demək istəyirəm ki, boş-boş həyəcanlanıb qapılmayın da, yəni o gərginliyə ki, hamı nəsə bilir, hamı nəsə yazır, biri vərəqi çevirir, biri ruçkanı eləyir, biri pozur, biri yazır, bir dənə mən qalmışam.
hamı yazdı, mən qaldım. Elə bir şey yoxdur. Hər bir insan, o yazdığını düşündüyün insan belə fikirləşir ki, hamı yazır, mən qalmışam. Belə bir şey yoxdur. Bir dənə sizə bonus olaraq yaxşı birində deyim. Məndə də var idi bu hiss, onun üçün deyirəm. Həmişə sən demişəm, bütün məsləhətlərimdir, danışdığım hadisələr də hamısı özümün başına gəldiyi üçün sizə təcrübədən danışıram. Çalışdığım qədər kömək eləmək istəyirəm və səmimiyyətlə danışıram. Nə olub, nə yaşadım, hamısını həqiqət deyirəm. Belə bir şey var ki, insan məsəl üçün oturub test işləyəndə, imtahanda baxırsan ki, məsəl üçün bu sual. Deyək ki, tarix məsəl üçün. Bu sual deyirsən ki, mən bunu bilirəm, amma vaxtında məsəl üçün yaxşı oxumadım və yaxud da təkrarımda bunu təkrarlamadım bu mövzunu ki, onsuz da bilirəm. Və yaxud da ki, vaxtında məsələn müəllimə deyəndə ki, bunu oxu, mən bunu yaxşı oxumamışdım bu mövzunu. Nəsə belə bir şeylər. Bunu oturub fikirləşib o qədər özünü məhv edə bilərsən ki, bir də baxarsan ki, 15 dəqiqən gedib sən boş-boş özünü danlayırsan ki, mən bunu niyə eləmədim, mən bunu niyə eləmədim. Bunu eləməyin. Artıq siz imtahana daxil olmusunuzsa, o sinifə daxil olmusunuz, orada oturmusunuz, qarşınızda vərəq varsa, artıq sizdə o təəssüf hissi olmamalı. Təəssüf hissini kənara atın, peşmançılıq hissini kənara atın. Bəlkə yaxşı imtahandan sonra, çıxandan sonra nəsə bir düşünə bilərsiniz, amma ona da çox qapılmayın. Yəni onu da çox eləməyin. Amma həmin dəqiqə üçün sizin vaxt lazımdır, sizə pozitivlik lazımdır, sizə enerji lazımdır. Enerjinizi boş-boş ayda kaş ki vaxtında oxuyardım, ağlım olmayıb falan kimi istiqamətləndirib özünüzü motivasiyadan salmayın. Bu sizin vaxtınızı almaqdan da başqa ən əsas birinci siz nə edirsiniz? Sizin motivasiyadan salır. Artıq siz özünüzə belə nifrət edirsiniz, özünüzə əsəbləşirsiniz, özünüzə zəhləriniz gedir və deyirsiz ki, bu nədir? Mən niyə bunu eləmədim? Mən niyə beləyəm? Mən niyə belə savadsam? Mən niyə belə məsuliyyətsizəm? Siz özünüzə o qədər zəhləriniz getməyə başlayır ki, siz motivasiyadan düşürsüz və digər suallar belə, yəni özünüzü o qədər qınayırsınız ki, belə də yəni batıb insan qala bilər. Ona görə də nə demək istəyirəm? Heç vaxt motivasiyadan düşməyin. Nə olur olsun, denən ki, keçirəm növbəti suala, yox, qayıdacağam, vaxtım olacaq, vaxtım qalacaq. Qayıdacağam və bu sualı çox rahatlıqla tapacağam. Neçə dəfə olub inanırsınız? O sözü demişəm, bitirmişəm həmin səhifəni, keçmişəm və əvvələ çox asanlıqla işləmişəm, sualın cavabını tapmışam və özümə də qayıb demişəm ki, bu nə idi ki, mən bunu tapa bilmirdim. Yəni bu 2/2-yə bərabər bir şeydir. Mənim beynim niyə donmuşdu? Yəni beyin donmaları çox baş verir. Birinci dediyimdən dördüncü bu dediyim biraz oxşar. Nəysə bu qədər vaxtınızı çoxalmaq istəmirəm. Növbəti gələn həftə video üçün zəng səsini açıq qoymağı unutmayın ki, mən yeni video qoyuram, amma sizə xəbər gəlmir. Yəni sizin xəbəriniz olmur. Zəng səsini açıq qoysanız sizə bildiriş gələr ki, mən yeni video yüklədim ki, siz də daxil olub baxasınız. Bu videonun da şərh bölməsində mütləq şəkildə gələn videonun mövzusu nə olmaq istəyirsiniz deyin. Mən də çəkim. Sağ olun.